IMC 2025 10-cu sinif kateqoriya sual 7-yə baxaq. Fərz edik AB həqiqət ədədləridir. Bu çoxhədlini x çıxı 1-ə böləndə qalıq 4 alınır. Çoxhədlini x çıxı 2-yə böldükdə qalıq 6 olur. B çıx A-nı tapın. Çoxhədliyə Px desək, Px bərabərdir. X çıx 1-ə böldüyümüz üçün bölən vurulsun. Qismətə bir dənə Qx deyək. Qalığı da üstəgəl 4 kimi yazaq. X-in yerinə 1 qoysaq bu tənlikdə P1 bərabərdir 4 olar. Həmçinin P1-i burada yerinə qoysaq çoxhədlidə alınacaq ki, A üstəgəl B üstəgəl 2-yə bərabərdir. Oxşar məntiqlə ikinci tənlik üçün də eyni taktikanı işlədə bilərik. Bu zaman P2 bərabərdir 6 tapılar. Və 2-ni də bu tənlikdə yerinə qoysaq taparıq ki, 2A üstəgəl B üstəgəlinsin 8 üstəgəl 4 12 tapılar. Bizə maraqlıdır bu sistem tənliyi həll eləmək. Alt-alta çıxsaq taparıq ki, 2 bərabərdir A üstəgəl 10-a. Altdakından üstdəkini çıxdım. Buradan A -8 tapılır. A -8-i birinci tənlikdə yerinə qoyub B10 tapa bilərik. Ondan da -8-i çıxanda cavabımız Y variantı 18 tapılar.